Mən Günel müəllimə. Bugün yenə də belə bir blok sualı ilə qarşınızdayım. Yazıb ki, tangensin əsas dövrünün pi bölü 6 olduğunu bilərək A-nın qiymətləri hasilini tapın. Məlum məsələdir ki, tangens funksiyasının əsas dövrü y bərabər tangens x-in əsas dövrü pi-dir. Lakin y bərabərdir tangensin kx plus b şəklində olan funksiyaların dövrünü tapdıqda isə dövr bərabərdir. Pi bölünsün modulda k ilə hesablanır. Yəni siz burada yazmalısınız pi bölünsün. Modulda k-nın yerinə a kvadrat minus 4a plus 7 və bu dövrümüz pi bölü 6-ya bərabərdir göründüyü kimi. Pi'lər gedər. A kvadrat minus 4a plus 7 bərabərdir 6-ya. Tənliyi həll etsəm, a kvadratı minus 4a plus 7 bərabərdir müsbət 6-ya, a kvadratı minus 4a plus 7 bərabər mənfi 6-ya. Buradan ortaya çıxır ki, a kvadratı minus 4a plus 1 bərabər 0. Buradan da isə a kvadratı minus 4a plus 13 bərabər 0. Sizdən sadəcə köklərinin hasilini istəyir. Bu tənliyin deməli köklərinin hasili hansı ki a1 vur a2 1-dir. Digər tənliyin köklər hasili isə 13-dür. 13 vur 1 köklər hasili 13 edər. Sualımızın cavabı C variantı. Bu arada onunla bağlı məlumat vermək istəyirəm ki, növbəti tədris ili üçün artıq 9, 10, 11-ci siniflər üçün hazırlıq qruplarımıza qeydiyyat davam edir. İstəyənlər dərslərə qoşula bilər. Dərslər Zoom platforması üzərindən canlı keçilir. Sınaq dərsləri isə Günel müəllim ilə Riyaziyyat kanalından izləyə bilərsiniz. Sağ olun.